Kürdəmir rayonunda yol hərəkətinin təhlükəsizliyinin təmin olunması, nizam-intizamın qorunması və vətəndaş məmnuniyyətinin artırılması istiqamətində görülən işlərdə Zamiq Hökmullah oğlu Ağayevin xidməti xüsusi hörmətə layiqdir. O, Kürdəmir rayon polis şöbəsinin Dövlət Yol Polis bölməsinin rəisi kimi yüksək peşəkarlığı, təşkilatçılıq bacarığı və prinsipal mövqeyi ilə seçilən nümunəvi zabitlərdən biridir. Zamiq Ağayev öz əmək fəaliyyətində daim səmərəli iş üslubu, nəzarətin gücləndirilməsi və yol nəqliyyat hadisələrinin minimuma endirilməsi kimi vacib vəzifələri uğurla həyata keçirir. Onun rəhbərliyi altında Dövlət Yol Polis əməkdaşları rayonun təhlükəsiz və nizamlı yol hərəkəti mühitinin formalaşması üçün ardıcıl və məqsədyönlü fəaliyyət göstərirlər. Vətəndaşlarla düzgün ünsiyyət qurması, müraciətlərin operativ şəkildə cavablandırılması, hər bir məsələyə həssas yanaşması Zamiq Hökmullah oğlu Ağayevi həm kollektivin, həm də Kürdəmir ictimaiyyətinin etimadını qazandıran əsas xüsusiyyətlərdəndir. O, xidmət borcuna sədaqəti, intizamlığı və yüksək mənəvi keyfiyyətləri ilə polis orqanlarında çalışan gənc əməkdaşlar üçün də nümunədir. Zamiq Ağayevin rəhbərlik etdiyi Dövlət Yol Polis bölməsinin fəaliyyəti sayəsində Kürdəmir rayonunda yol təhlükəsizliyinin səviyyəsi yüksəlmiş, profilaktik tədbirlər daha səmərəli olmuşdur. Onun yorulmaz xidməti bölgədə qayda qanunun möhkəmlənməsinə, vətəndaşların rahat və təhlükəsiz hərəkət etməsinə böyük töhfə verir. Zamiq müəllim kimi peşəkar, məsuliyyətli və xalqa xidmət etməyə özünə şərəf bilən polis zabitlərinin fəaliyyəti ölkəmizdə təhlükəsizliyin və sabitliyin təmin olunmasında mühüm rol oynayır.